Danışdıqlarım məni başa salır ki, bu uşaq heç nəyə baxmır, ancaq sizlə işləyir. Evdə heç nə işləmir. Evdə misalların təkrarını işlə. Zapsa getdi dərs. İndidən Yenidən başlayır. işləyirəm. 2 sinus 20 kosinus 20. Sinus 2 alfa bərabərdir 2 sinus alfa kosinus alfa. Bax, eyni bucaqdır, gördün? Bunu 2-yə vurublar, gəlib girib bura. Kosinusun da üstünə xətt çəkiblər. Həmin işdir. 2 sinus 20 kosinus 20. Deməli, bu alfadır. Sən sinus 2 alfa kimi yazacaqsan da bunu 2 20. Bir də işləyirik. Bunları bir də gedək. Yaxşı başa düşməmişsiniz, heç xoşuma gəlmir. De görüm. Kosinus 44-ü aç. Bu artıq sənə verməlidir ki, bax burada bu var. De görüm, səviyyə de. Kosinus 44 kvadratı 22. 22-nin 2-yə vuruluşudur. Bəli. Kosinus kvadratı 22. Çıxılsın sinus kvadratı 22. Üstə gəlsin sinus kvadratı 22. Sinuslar gedir. Bəli. Aşağıdakı kosinus kvadratı 22 qalır. Kosinus kvadratı 22 ilə oradakı 22 gedir. 1 qalır cavab. Bəli, 1 qalır. Hayda, bunun da siləni yoxdur. Yox, eləmirəm. Nübar de görüm. Sinus 50 buradadır. 2 kosinus 25 də buradadır. 2 sinus 25. Kosinus 25. Bəli. Böl. 2 kosinus 25. Ondan da kosinus 25 ilə kosinus 25 gedir. Sinus 25. Bəli, artıq biz baxanda görməliyik ki, bu alfadır. Bu nədirsə onun 2 qatıdır. Deməli düsturdur da. Sahib de görüm. Nəyəm? De yazıram. Aç düsturu. Deməli, yuxarıdakı sinus düsturudur da. Hansıdır düstur? Bu düsturdur, yoxsa bu düsturdur? Birinci amma. Ay bala, birinci düsturdur, yoxsa sinus 2 alfa düsturdur? Hə, sinus 2 alfa. Ay evdə bax da, canımı alacam. Bax bunlara da evdə nə iş gördürürlər ki, sənə vaxtın yoxdur sənin? Oy, sinus 2 alfanı aç görüm. Sinus 2 alfa, 2 sinus alfa, kosinus alfa. Ortaq vuruqla. Nə çıxardaq çölə sürətdən? 2 sinus. 2 sinus alfa. Nə qaldı içəridə? Kosinus alfa. 1 üstəgəl kosinus alfa. 1, bəli. Üstəgəl kosinus alfa. Aşağıdan. Onu görməm mən. Hə, 2 sinus alfa çıx, sinus 2 alfa. Yenə sinus 2 alfanı açacağıq. Sinus 2 alfa, 2 sinus alfanı alfa. çölə çıxartdıq. 2 sinus alfanı çıxartdıq çölə. İndi nə qalacaq? 1 çıx. Aşağı. Hə, 1 çıxılsın sinus 2 alfa. Kosinus alfa. Bu budur da. 2 sinus alfa, kosinus alfa var. Bunlar çıxdı çölə də. Burada 1 qaldı. Burada da kosinus alfa qaldı da. Bunlar da getdi qaldı bir üstəgəli ilə. 1 çıxı. Nibar deyil. Bir çıx, 2 sinus alfa, kosinus alfa. Sinus alfa, çıx, kosinus alfa. Ha, yazdıq. Altında. Aç da altında. Hə, kvadrat var onun başında. Ha. Sinus kvadratı alfa, çıx, 2 sinus alfa, kosinus alfa. Üstəgəl kosinus kvadratı alfa. Sonra nə edeyim? Yuxarıdakında yaza bilərik ki, bir Heç nə yazanmarıq. Elə də yazırıq. Sinus alfa. Nə eləyə bilərsən ki? Da elədiyib eləmirsən də. Aşağıdakına de. Nə yazım? sinus kvadratı alfa, üstəgəl kosinus kvadratı alfa.
Yaza bilərik 1. 1 çıx Sı. 2 sinüs alfa kosinüs alfa olar. Orada gedər 1 qalar. Bəli, bunlar da eyni ilə eyni olduğuna görə hamısı bir-biri ilə gedər, 1 qalar. Buraları getmişdik. Sinus alfanı. Elə bil 2 alfadır. Saybat görüm. A kvadratı nəyin kvadratıdır? A'nın. Bəs A nəyin kvadratıdır? Hatta kök hatta Kök hatta A'nın. Kök hatta A nəyin kvadratıdır? 2 olmalıdır. 4-cü dərəcədən. 4-cü dərəcədən A-nın kvadratıdır da. Hərə özünün balacasıdır da, bax. Evet. Buranı Hər bir özün öyrən. kvadrat. Bax, kök hatta A-nın kvadratı. Bundan bu gedir, qalır A, düzdür? Kök hatta 4-cü dərəcədən A-nın kvadratı. Bundan bu gedir, burada 2 qalır. Yəni 2-ci dərəcədən A qalır da, o da yazılmır. Yəni kök hatta qalır. İndi sinusa. Sinus 2 alfanı açanda neylədin? 2 sinus bunun yarısı alfa, kosinus alfa. Gördün, bax bu bucağı 2-yə böldün, yazdın bura, gördün? İndi sinus alfanı aç. 2 sinus, bunu yarıya böl, yaz burada bala. Sinüs, kosinüs bölçü alfa. Bunu yarıya böl də, bunu bax. 2 alfaydı, bura sinusu yazdın, alfanı yarıya böldün, yazdın. Gördün? 2-yə böldün bunu, yazdın bura, gördün? İndi A-nı 2-yə böl, nə olur? 2 sinüs alfa bölçü, kosinüs alfa bölçü. Hə, kosinus alfa böl 2. İndi sinus alfa böl 2-dir. Bu tutalım 2 alfadır. Necə açaq? 13. Deyim mən. De. 2 sinüs alfa böl 4 kosinüs alfa Bəli. böl 4. Ay sahib, bunu yarıya böl də, yarıya bax. 2 alfaydı, böldün 2-yə, düşdü alfa. İndi alfa böl 2-ni böldüyü 2-yə beynimizdə. Tərsinə çevrilir, vurulur da. Nə olur? Alfa böl 4. Alfa böl 4-ü 2-yə böləndə nə olacaq? Alfa böl 8. 8. 8-i 2-yə böləndə nə edəcək? 16. Bölünür də, 2-yə bölünəndə tərsinə çevrilir, vurulur da. Deməli 2 sinus, bir dənə nümunə verirəm, onu duyğunlaşdırıb o birisini deyənmirsən. 2 sinus alfa böl 4, kosinus alfa böl 4. Əlifin altındadır, buna baxıb o birisini tapmalısan, tapanmırsan. Eşələn qalırsan ki, çıxardasan. Yazılıb belə, sinus 10, kosinus 10. Düstur eləməliyəm, eləyəmirəm. Nə çatışmır? 2. 2'ye vurup 2'ye bölmeliyim. Çatışmır 2. 2-yə vururam, 2-yə elə qabağı vururam, arxası lazım deyil. Sonra baxıram, bu, bir də bu. Üçü bir yerdə oldu sinus 2 alfanın düsturu. Nə olacaq? Onda olacak sinüs 20. 2'de 1 Bəli. sinüs 20. Sinus, ay bala, bağlı onu səbiyyə, mənlə bərabər danışır o. Bax, sahib, buranı başa düşün, içində ən yaxşı qavramayan sənsən, bax. Bu sinus 2 alfanın açılışıdır, düzdür? Bəli, bəli. Bax, bu 2 alfadır, bunu yarıya bölüb bura yazıblar. Deməli, buradakını, düsturdakını 2-yə vuranda gəlib bu eləyəcək. İndi buradakı nədir? 10. 10 2-yə vuranda neynir? 20. Deməli, sinus 20 elədir. Nübar, yığ görək. Sinus 5 ilə kosinus 5-i yığmaq istəyirik. Burada 2-də 1 də var idi. Sinüs 10. Neynədin? Hələ yığanmırsan. 2'ye vururam 2'ye bölürəm də. Bəli, 2-yə vurub 2-yə bölürsən. Biz də dedik ki, bu və bu. Getdi bunlar elədi sinus 10. Qabaqdakı 2-də 1 var ha, məxrəcdə də o. O elə qabaqda da qalır. Yaxşı? Başa düşdüm. Sinüs 10 bölü 2 olur da. Hı? Sinüs 10 bölü 2 olur. Hə, ya da 2-də 1 sinus 10. Yazılıb. 2 sinus 22 dərəcə 30 dəqiqə. Kosinus 22 dərəcə 30 dəqiqə. 2 sinus alfa, kosinus alfa. Yığılanda sinus 2 vur alfa. Bax, alfa bax budur hamısı. 2 vur 22-ni 2-yə vuranda neyniyir?
44. 30-u da 2-yə vururuq. 30 dəqiqəni 2 dərəcəyə vuranda Onda deyil. bir də 2 dərəcəyə vuranda deyil. 0 çıxdı da o. Ha, elə 30 dəqiqəni vurduq 2-yə. Neynədir? 60 dəqiqə. 60 dəqiqə. Uşaqlar, bunların arasında elə bir toplama var ha, bax. Elə bildiniz ki, birini vurulur. Əslində biri vurulmalıdır. 2 vur, 3 vur A olsaydı, eləyəcəkdi 6A. Amma yadınızdadır 2 kilometr, 300 metr deyəndə kilometri metrə çevirib sonra toplayırdıq. Yadınızdadır 2300 olurdu. Başa düşürsünüz? Bu Onlar- vurma deyil. Bu vurma değil. Bunu toplama kimi eləyirdik. Ona görə toplama kimi edirdik. Ona görə elə bilin ki, burada üstəgəl var beyninizdə. Yəni bunu da vurasınız, bunu da vurasınız. Cavabları toplayasınız. Burada vur kimi görsənir. Amma siz başa düşün ki, bunu da vurub toplayasınız. 2-ni vurdum 22-yə, elədi 44. Bax, sinus qaldı. 44 dərəcə buradan gəlir. 2-ni 30-a vuranda 30 dəqiqədir. 2-ni 30 dəqiqəyə vuranda eləyir 60 dəqiqə. 1 dərəcə 60 dəqiqədir. Bax, bucağın 1 dəqiqə dərəcəsi 60 Onda da dəqiqədir. 45 dərəcə eləyir. Bəli. Onda 60 dəqiqə, elə bunun yerinə 1 dərəcədə yazırıq. Deməli, sinus 45 dərəcəymiş də. Onun da birbaşa qiyməti kök 2 bölü 2 imiş. Haçan yanında Mən belə 30. Bəli. 2-ni 22-yə vurduq, yazdıq orada 44. 2-ni 60-a vurduq, 60 dəqiqə. Dedik 60 dəqiqə 1 dərəcədir. 44-ün üstünə 1 gəldi. 2-ni 30-a vurduq. Elədi 60. 60 dəqiqədə 1 dərəcədir. O 44-ün üstə də 1 dərəcə gəldik. Hə, qismət. Adətən Başqa 30 dəqiqə cür verirlər. eləmək olar, 15 dərəcə, 45 dərəcə vermirlər. Çünki 2-ni məsəl üçün 25 dərəcəyə vursaq 50 dərəcə, o heç nə eləmir. Ona görə 30 dəqiqə verirlər ki, onu da vuranda ki 60 eləsin, o da birbaşa 1 dərəcə eləsin. Ona görə 30-dan başqa dərəcə vermirlər. Rahat olsun deyə. Baxın, məsələn. 850-yə. Mübar, baxırsan? Hayır. De buna. Yığ onu, düsturdur. Bax, 2 tangens alfa, 1 çıx tangens kvadratı alfa. Görsən, necə yığılır o biri tərəfi? Hansı düsturun açılışıdır? Tangens 2 alfanın. Bəli, bunun alfası nədir? Alfası nədir bunun? Alfası nədir? 1 dərəcə 30 dəqiqə. Ay bala, budur da aynı var. Bax, 2 tangens, yerdə qalan şey alfa olmalıdır da, nə axtarır? Elə bildim 30 da 1 dərəcə olur. Hə? Elə bildim 30 da 1 dərəcə olur, 23 dərəcə olur. Yox, bunun alfası budur da. Bax, düstur belə deyildi. Bilirəm 2 də, tangens. bilirəm, Bəli. İndi budursa bunu 2-yə vurub deməlisən də. Cavab olmalıdır. Tangens 2 vur alfası. Alfa nədir? 22 dərəcə 30 dəqiqə. 22-ni 2-yə vurduq. 44, 30 dərəcəni 2, 60, o da 45 dərəcə. Bəli, onun da cavabı Tangens 45 dərəcə. o da nədir? Nədir? 1. 1. Bəli, bu misalın cavabı 1 imiş. Belə verəcəklər ki, oradan cavab çıxsın. Tangens 165 böl 1 çıx tangens kvadratı 165. Neyniyək səviyyə? 2 vurub Niyə səviyyə? hər iki tərəfi 2-yə vurmalıyıq ki, şey Bəli. adı nə idi? Niyə 2-yə Rəsmi vuruq yansın. deyir? Niyə Başa ikiyə düşürsünüz? Bax, sahib. Bax, sahib. Səsi bağla. 5. Səs bağla. Bax, burada 2 var. Bax, düsturda görsən burada 2 var. Bax, 2 tangens. Amma burada yoxdur, gördün? Biz də bura yalandan 2 yazanmarıq axı. Ona görə 2-yə vururuq. 2-yə də bölürük. Sonra 2 var, tangens alfa var, 1 çıx tangens kvadratı. Bu elədi tangens 2 alfa. Tangens 2 vur alfa. Alfası nədir? 165. 165. Bu məxrəcdə 2 qalıb axı. Bir dənə bu artıqdır düsturda. Onu da keçirdirik qabağa 2-də 1 kimi. İndi 2-ni vururuq 165-ə. Eləyir 130. Eləyir 230. 230. Biz tapmalıyıq. Aslında 330 eləmir. 330 elədi. 330 elədi. Bəli. Hə, olsun. Hə. İçinə getmədi. Deməli olsun. Tangens 330 elədi. İndi biz də demişik axı, bunu balacalaşdırmalıyıq. Tangens nə ilə nəyin arasındadır? Neçənci rübdür?
Öldürübdür. 270-dən 360-ın 4-cü rübdür. Demək mənfi olmalıdır. Bəli. Ey mənfi, Dördüncü yəni rübdə. müsbət Hələ tərəf. bilmirik mənfi Hələ müsbət. bilmirik Hələ mənfi. ədədi qiymətini tapacağıq. Nə yazaq? Ya 270-in üstə gəlin, ya 360-dan çıxın. 360-dan 30 çıxaq. Çıxaq. 360-dan 30 çıxaq. Ad dəyişir. Hayır, dəyişmir. Bir dənə kosinus dəyişmir. Tangens heç biri dəyişmir sahib. 360 ilə 180-da heç biri dəyişmir. Sinus xətti var, 90 ilə 270-in üstə gəl, onda dəyişir. Tangens 30. Tangens 30-da nə verir? Kök haqqda 3/3. Kök haqqda 3 Amma bölü mən- 3. Kökəmdə 3 bölü. Bəli. İndi Bəli. gedirik işarəyə. İşarə, baxın, bax burdadır. 4-cü rüb. Kosinus müsbətdir, sinus mənfidir. Biri müsbət, biri mənfi. Böləndə eləyir mənfi. Kök haqqda 3/2, bax bu idi, bax bu. Bizdə qabaqda 2-də 1 də var axı. 2-də 1 vur, mənfini keçirdirəm qabağa. Kök 3/2. Deməli, kök 3/3. Kök 3/6 bizim misalın cavabıdır. Mütləq ədədi qiymətini tapandan sonra işarəsinə də diqqət eləyin. Mübarikiyə Biz görün. ayaqları biz hesabladıq onu. Hı. Siləcək. Biz aşağını hesablamadık deyəsən amma. Ancaq Hansında? yuxarını hesab. Veya indi elə Yo, deyək. hamısı bir yerdə düstur da. Buranı deyirsən hesablamadık. Ha, bəli. Hamısı bir yerdə düsturdur. Bax, Hə, hə. tangens 2 alfa nə deyilir? 2 tangens alfa, 1 çıx tangens kvadrat. 50 bir yerdə bir dənə tangens 2 alfaya bərabərdir. Bax, bunun alfası var ha, baba bura. Bunu 2-yə vuranda eləyir obşi cavab. Bax, Hə, hə, düsturdur bildim. sahib. İndi özün də görüm. Düsturdur, amma nəsə artıqdır, əksikdir. Nə var burada artıq əksik? 2-yə vuracaqdı. 2-yə niyə Mənim vururuq? Gör. orada 2 artıqdır. Əlbəttə ki, 2 artıqdır da. Ay bala, düsturda görmürsən, ay sahib. Bura bax, bala. Bax, görsən burada 2 var. Burada nə var? Böləcək onda 2-yə. 4. 2-yə bölməyəcəyik. 2-ni ayırıb qoyacağıq qırağa. Başa düşməliyəm ki, düsturda bax budur. 2 var, tangens alfadır, 1 çıx tangens kvadratı. Olmayanda 2-yə vururam. Hələ artığı da var. Neynirəm 2-yə vurub? 2-yə bölə də bilmirəm. Buranı bölsəm gərək buranı da bölüm. Mən ondansa bu 4-ü parçalayım. 2 vur 2 kimi yazım. Bu 2-ni qoyuram qırağa. Yerdə qalanlara bax, düsturdur. Bax, ikisi var. Bax, burada ikisi var. Tangens alfası var. 1 çıx tangens. Görsən 2 artıqdır bir dənə. 2-ni yazıram qabağa. Bunun hamısı bir yerdə nə verir? Tangens 2 Öyle. alfa. Alfası nədir? 75. Yazacam 2 vur 75. Sürətli məxrəzlə hamısı 2 vur 75 eləyir. İndi gedirəm qiymətinə. 2, 2-ni 75-ə vuranda 150. De görüm dalını, keçən dərs öyrətmişəm. Tangens 150-ni tap. Nə yazım? Tangens 2 tangens Sahib deyəcək. 180 Sahib hansı rübdədir 150? Neçənci rübdədir? 2-ci rübdə. Ay sahib. Bir səsini çıxart görək nə deyirsən? Hər səsi bağlamışam mənim saçdım. Danışsan 150 sonra mənim 20 100 qızlar niyə danışır ki? Dəqiqə. Tangens 150 hardadır? 3-cü rübdə. 2-ci rübdə deyəməm, 2-ci rübdə. 2-ci rübdə. Üçüncü. İşte görək, tangens Bəli. 150-ni tap denən bizə. Nə yazım? Tangens 150 sinus bölünsün kosinusdur. Orada da Hələ bir sinus qiymətini tap. Hansının üstə gələk? Demişik uc nöqtələrlə işlə. 80-dən çıxırıq 30-u. 180-dən çıxırıq 30-u. Sonra nə edirik? 80 getdi. Tangens 30 qaldı. Mənfi. Bəli, qiyməti. Hələ Hə, bir işarəyə dənə sözüm, tələsmə, hələ qiymətini tap. Tangens 30 eləyir. Kök 3/3. Bəli, kök 3/3. İndi gedirik işarəyə. Tangens 150 kitabda verilən misaldır. 150 buradadır. Gedirik bir dənə sinus xəttinə, bir dənə kosinus. Sinus müsbət 1-dir, kosinus mənfidir. Biri müsbət, biri mənfi. Böləndə eləyir Mənfi. mənfi. Deməli biz tapdıq ki, bu mənfi kök 3/3 deməkdir. Yazıram 2 vur mənfi kök 3/3. Onu da eləyir mənfi 2 kök 3/3. Düzdür. Nübardeyi görün. Bəli. C bəndini.
Görək neynəsək tez tapardıq, düzgün tapardıq. Gün tapardım. Mən 1 bölünsün tangens pi bölünsün 8 ilə kotangens pi bölünsün 8-dir də. Bəli. Nə verir ki bizə? Nə Tangens verir pi böl bizə? 8 sığ. Tangens pi böl 8 sığ. Kotangens pi böl 8 çıx, tangens pi böl 8-dir. Gəlin açaq. Yəqin burada açılış var. Deməli, tangens alfa vur, kotangens alfa bərabərdir 1-dir. Qız deyir ki, tangens alfa bərabərdir 1 böl. Kotangens alfa bərabərdir 1 böl tangens alfa deyil. Bu da 1 böl budur. Bunun yerinə yazaq. 2 böl kotangens pi böl 8 çıx, tangens pi böl 8. Elə. Gəlin bunu da açaq. Qoy görək pi böl 8 neçə dərəcədir? 180 böl 8. 2-yə getdi 4, 2-yə getdi 90. 2-yə getdi 2, 2-yə getdi 45. Bu da 22 onda 5 verir. Heç yaxşı da vermir. Yaxşı da verir. Yaxşı, yenə də gedək. Kotangens nəyin nisbətidir? Kosinüsün sinusa. Yazıram kosinus pi böl 8 böl sinus pi böl 8. 22-yə onda 5-dən daha yazmıram. Yaxşı görsənməyəcək. Kosinus pi böl 8. 2 qalsın, gedək hələ bunu işləyək. Ortaq məxrəc olur. Sinus pi böl 8. Kosinus pi böl 8. Eləmi? Bunu sinus pi böl 8-ə böləndə düşəcək. Kosinus pi böl 8. Kosinus pi böl 8-i kosinus pi böl 8-ə vuranda Pi neyniyir? böl 8-ə vuranda nə edir? Kosinüs kvadratı pi bölü 8. Başa düşürsünüz? A-nı A-ya vuranda A kvadrat eləyir. Başındakı ovaldakı A-nı buna İndi də kosinus pi böl 8-i buna vuranda bax kvadrat belə yazılır. Pi böl 8-in başında yazılmır. Kosinusun başında yazılır. Çıx. Yenə bu ifadəni buna böləndə düşür sinus pi böl 8. O da eləyir. Sinüs kvadratı pi bölü 8. Lübar bu yuxarı nə verir? Bu. Kosinüs pi bölü 8 çıx sinüs pi bölü 8. Kosinüs pi bölü 8 olacaq. Sinüs pi bölü 8. Yo, bu düsturdur. Bax, bu düsturdur. Nədən müxtəsər alfa deyil mən. Sıxıb açma, müxtəsər quma kimi açma. Bunun özü 2 alfanın düsturudur. Hansının 2 alfasıdır? Kosinüs 2 alfanın. Bəli, nə yazım? Kosinus 2 vur, alfa nədir? Pi bölü 8. Sahib başa düşdün bunu hardan aldı? Yuxarıdakı mən. Yonulur başım. Nə deyirsən aynı var? Məzülürsən. Bax bu var ha, bax bu. Kosinus 2 alfa necə açılırdı? Kosinus kvadratı kos- alfa. Kosinus Çıx sinus sinus. kvadratı. Bax bu düsturun bax buradır sahib. Bax görsən, Nübar da elə bildi ki, bax bu budur. Siz də qarışdıra bilərsiniz. Bax bu deyil. Bunu açsaq, tutalım yazacağam kosinus pi böl 8 çıx sinus. Axı burada belə düstur yoxdur, heç nə ilə kvadratları zad da deyil. Bunu heç nə eləyəməyəcəm. Ona görə bunu kosinus 2 alfa kimi yığdım. Kosinus 2 vur alfası. Yəni 2 vur pi böl 8. Düzdür? Bundan bu getdi. Qaldı nə? Pi böl 4. Eləmi? Deməli, sürətdə qalıb, əslində sürətdə qalmayıb, uşaqlar. Baxın, buranı biraz düzəltmək üçün mən onu yazmışdım. Bax, bu 2 qalmışdı sürətdə. Biz məxrəzdəki ifadəni düzəldirdik. Məxrəcindəki sürətdə qaldı. Kosinus pi böl 4. Məxrəcində qalıb. Sinus pi böl 8. Kosinus pi böl 8. Ay sahib, bunda nə çatışmır düstur olması üçün? Bax, görmürsən, Yəni, sinus oraya alfa. iki vurub. Sinus alfa. Yuxarıya çıxarda bilərik də onu. Hələ çıxartmırıq da, hələ deyirik görürük özün burada yığaq. Hələ görürük özün burada yığaq. Neyniyək bunu ay sahib? İki müəllim. İki çatışmır. 2, 2-yə vururuq və 2-yə bölürük. Bax, burada yazdım, burada yazdım elə bil. Bu, bir də bu. Yığıldı nə verdi? Hansı düsturu yığanda verirdi? Kosinus 2 alfa. Düz yığ görək bu düsturları niyə bu gün də öyrənirsən sən? Nə verir də 2 sinus alfa, kosinus alfa? Sahib, səni yandıracam, evdə qaydaları öyrən gəl. Əlim də çatmır. Sən olaydın mənim ayağını hazırlığımda. Mən bu dəqiqə bülbülə döndərmişdim.
Amma Bunu hansı yığ, bir soru dediniz? bunu yığ, bunu tezdən yığ mənə də görüm. Səhv yığırsan, düz yığ. Nübar yığ görək. Yiyeyim müəllimə. Ay Nübar. Müəlliməm deyirəm də fikirləşim. 2 sinus pi Sinus böl 8 kosinus pi böl 2 8. 2 sinus pi böl 8. Düzdür. 2 sinus deməli deyildin. Sinus 2 vur. Sinus 2, hə, sinus 2 pi böl 8. Sinus 2 alfadır da ay sahib. Və görmürsən bala 2 sinus alfa kosinus alfa. Bunun oyanı nə idi? Səthi Bilmirəm, öyrənirsən. oxşadanmıram. Səthi öyrənirsən. Tutmalısan. O qədər baxmalısan ki, düstur sənə tanış gəlməlidir. Bax. Sinusu var, kosinusu var, ikisi var. Sən o qədər işləməlisən ki, üstündə. Məndən sonra evdə işləməlisən, işləmirsən. 1 saat müəllim keçməklə nə öyrənəsən ki sən? Bax, elə bil budur. A böl B böl C. Dedik, bunun məxrəci gəlir bunun sürətinə də. Bunu buradan pozuruq. Yazırıq sinus pi böl 4. Dənə-dənə qiymətlərini də tapıb bölə bilərik. Heç əziyyət çəkməyə ehtiyac da qalmır. Dənə-dənə bölməsək də olar. Və bu buradan getdi də elə bil. 2 ilə 2 getdi. Sinus pi böl 4-ü kosinus pi böl 4-ə böləndə nə qalır? Böləndə nə qalır? Tangent pi böl 4, o da tangent 45'dir. O da 1 edir. O da 1. Bəli, o da 1. Buna da baxırıq. Nübar hansı düsturdur bu? Sinus 2 alfa. Bəli. Bunu nə boyda yekəldirlər, yekəltsinlər. Gözüm görür ki, 2 var, sinus var, kosinus var. Bura məni çaşdırmamalıdır, artıq 10-cu şeydir. Yığışdır de. Mən Hə də yığ. Sinus 2 alfanı de. sinus 2 pi böl pi üstəgəl alfa böl 2. Bəli. Bax, İki ilə gördün də- sahib. Baba gördün bu alfaydı. Sinus 2 alfasında yazdım. Bu 2 ilə də bu 2 getdi. Nə qaldı? Sinus pi üstəgəl alfa. Pi uc nöqtədir. Üstünə gələndə nə olurdu? Dəyişilirdi, ad dəyişilmirdi. Yüksəkdə üstəgəl alfa olmurdu. Ad dəyişmirdi. Olurdu sinus alfa. Amma işarə tapasan. Ama işarət. Mən yerdə pi 180 deyil. Hı? Pi 180 dərəcə deyil. Hə, 180-in üstə gələndə dəyişilmirdi də. Düzdür? 180 üstəgəlində dəyişilmirdi də, hə. Biz də dəyişməmişik də, deyil elə saxladıq. Hə. Bu getdi alfanı Hə. yazdıq. Amma işarəni tapmalıyıq. Pi buradır, 180-dır. Üstünə gələndə düşür neçənci rübə? Müdürüm. Üçüncü rüb. Üçüncü rübdə sinusun işarəsini tapırıq. Burada işarə nədir sinusda? Müsbət. Müsbət, tamam. Hardan müsbətdir? 0, 1, 2, 3. Bura -1, -2, -3. Nətər koordinat sistemidir bu? Mənfidir də, mənfi. Müsbətlər yuxarı gedir, mənfilər aşağı gedir. Kosinusun müsbətləri, kosinusun mənfiləri. Bu budur da, ay sahib, budur da. 0, 1, 2, 3, 4. -1, -2. Bura -1, -2. Bura -1, -2. Şəxtə çalan boşluqlarım var. Buradan öne keçir, başqa düsturaram. Bəsdir. Müəllimə bir dənə misal işləsək olar təzədən. Hansını işləsək? 838-ci C variantını. Səkkiz 38-in C variantını. Kosinus 44 Qəbul. dərəcə. Üstəgəl sinus Qəbul. kvadratı 22. Böl kosinus kvadratı 22. De görüm nə var? Hardadır burada problem? Kosinus
kosinus. Bax Ben bu onu sənə necə açacağımı bilmirəm. bax bu sənə göstərməlidir də. Burada kosinus var. Deməli kosinus 2 alfanı açarsan da, kosinus sözün yanında adam sinus açmaz ki. Kosinus 2 alfanı aç. Bu Kosinus düsturun aç. kvadratı, Hə, kosinus kvadratı alfası 22'dir. Kosinus Bəli. kvadratı 22. özün düsturları özün əzbərləməlisən. Oradan o yana açamırsansa, deməli sənin o düsturda hardasa problemin var. Yaxşı əzbərləməmisən. Bax qalanını köçürürəm. Üstə gəl. Sinus kvadratı 22. Böl kosinus kvadratı 22. Mənfi sinus kvadratı müsbəti ilə getdi. Kosinus kvadratını da kosinus kvadratına eyni şey böləndə düşür 1. Bu vərəq işləmirsən Nübar. Nə sən, nə də sahib. Səviyyə düzgün başa düşürsünüz. İkinizdə də problemlər var. Oturub bir dənə də qəşəng işləyirsiniz. Nə yazmışam, hamısını zapsa vurmuşam. İndi bu dəqiqə düzəldib YouTube vasitəsilə atacağam. Qoyursunuz qabağınıza, təkrar baxırsınız. Bax, burada hamısının izahını bir dəfə vermişəm də. Bir də otur bax sahib, təkrar. Yaxşı? Təkrar bu- baxmırdım, baxacağım. Gündən. Təkrar bax. Bir dəfə də atmışdım qrupa. Görünür ona da baxmamısan. Görünür ona da baxmamısan. Bir söz deyə bilərəm müəllimə. De. Mən 855-də C ilə C-ni yaza bilmədim. Orada düstur bilmədiyimizə görə ola bilər, yoxsa 855-də 855-də C ilə C. baxım görüm. baxın görün. C ilə C bu. C ilə Qoy C baxaq bu. görək Bəli. Baxaq görək. keçdiyimiz düsturlardan artığı Keçdiyimiz var. düsturlardan Çox özüm o yana getmirəm ki, indi deyəsiz müəllimə, o hələ yoxdur. Ona görə irəliləmədim. Gördüm orada başqa düsturlar var. Dedim etap gedə Aşağıdakı yoxsa da. sinus kvadratı alfa bölü 2-dir də. Bu bir çıx kosinus Bu bir kvadratı çıx kosinus hər kvadratı nəsə. Bu hər alfadır. nəsə. Bu alfadır. Səsi Bəli. bağla sən. Səsi bağla sən. Bu bir çıx kosinus, bu nədirsə də bu bir alfadır elə bil. Bir çıx kosinus kvadratı alfa verir, sinus kvadratı alfa, düzdür? Bax bu bunu verir. Eləmi? Bəli. Bu da üstü 4-dürsə 2 ilə yazılacaq da. Elə bil 4 sinus kvadratı alfa böl 4-ün kvadratıdır. Kvadratı yenə bura 4 olub, düzdür? Bəli. İndi 4 sinus kvadratı alfa böl 4 vur sinus kvadratı alfa böl 4. Niyə 2 dənə yazdım? Çünki kvadrat ondan 2 dənə deməkdir, düzdür? Bəli. Bu iki isə- dənə ayrı-ayrı. Bu isə sinus 2 alfanın isə sinus- açılışıdır. Sinus 2 alfanı atsan, elə bil bunu atsan, sinus 2 alfanı, sinus alfa böl 2-ni atsan nə olacaq? 2 sinus Sin- alfa iki böl sinus 4 al- olacaq. Başa düşürsən? Başa Bəli. düşürsən? Bəli. Ona görə siz sadələrini işləyin, bunları gələn dərs etap gedəcəm. Amma yenə də bir Müəllim, dənə. indi bunun bəs nə işləyək? Bunları təkrar. Hə. Bunların tək, çünki burada işlənləsi şeylər var. Bax, sinus kvadratı alfa böl 2-ni, sinus kvadratı alfa böl 2-ni 2 dənə ayrı-ayrı yazıram. Sinus alfa böl 2, bir də sinus alfa böl 2 kimi yazıram. Eləmi? Sonra bunu yenidən açıram səviyyə. Sinus alfa böl 2-ni açıram. 2 sinus alfa böl 4. Kosinus alfa böl 4. O birisi sinus alfa böl 2-ni də açıram. 2 sinus alfa böl 4. Kosinus alfa böl 4. Yuxarını da köçürdürəm. Sinus kvadratı alfa böl 4. Sinus kvadratı alfa böl 4. Bu alfa, Ilə bu, 4 gedir. bundan bu gedir də. Bildin bir Bundan bu dənəsi gedir də, qalır. bildin bir dənəsi Bəli. qalır. Bundan da yenə bu gedir. Sinus alfa böl 4. Sonra 4'lər gedir oradan. Burada sinüs kvadratı alfa bölü 4 bölünsün kosinüs kvadratı alfa Deməli, bölü 4. O bu da 2 ilə, deməli, bu 2, bu bu iki ilə 4 ilə getdi. Qaldı sinus alfa böl 4, sinus alfa böl 4. Aşağılarda da kosinus alfa böl 4, kosinus alfa böl 4. Bu sinus kvadratı Bu alfa sinus böl kva- 4'dür. Bu da kosinus kvadratı alfa böl 4'dür. Sinusu da kosinusa böləndə, Kosinüsə böləndə tangens kvadratı alfa bölü 4. bəli, ümumi cavab tangens bəli, kvadratı ümumi alfa cavab böl 4. tangens kvadratı alfa böl 4. Çox sağ olun. Qəşəng dərsiz zapisinə baxırsınız, düzgün vəziyyətdə bir də işləyirsiniz. Yaxşı.